Şu çəkə bilərik. Allah, Məhəmməd, ya Əli. Kainatda yoxdur. Hamıya salam dostlar, mən Nicat, hər birinizi salamlayıram. Artıq videoya baxanların yəqin ki, bəziləri məni tanıdı, bəziləri isə inşallah ki, bir müddətdən sonra gələcəkdə tanıyarlar. Tanımayanlara özüm haqqında məlumat, tanıyanlara isə kiçik bir qısa açıqlama vermək istəyirəm. Hansı ki, o açıqlama Enin Club kanalı ilə bağlı. Lap əvvəldən danışım, belə deyim. 2018-ci, 2019-cu ildə 12 yaşım var idi. Dostum Nihadın isə 14 yaşı var idi. 12 yaş mənim, 14 yaş onun. Fikirləşdik ki, bir dənə kanal açaq. Belə sadəcə maraqlı, əyləncəli videolar ataq. Sonra razılaşdıq, kanalı açdıq. Açıq düşünməzdik ki, həqiqətən kanal tutar, videolarımız tutar və müəyyən bir kütləmiz olar. Hansı müəyyən kütlə dediyim 7.8k abunəçi idi. Həqiqətən buradan həmin o izləyiciləri salamlayıram. Həqiqətən bizə dəyər verib bizi sevən abunəçilər idi, izləyicilər idi. Belə deyim, niyə biz o kanalı bağladıq? Qarşımızda həyatda həqiqətən çox problemlər oldu, belə deyim. Nihadın da həyatında problemlər oldu, mənim də həyatımda elə bir problemlərimiz oldu ki, video çəkməyimizə əngəl oldu həmin o problemlər. Amma belə bir şey dediyim, YouTube qarşımıza yaş məhdudiyyəti qoymuşdu. Həmin o yaş məhdudiyyətinə baxmayaraq, yəni biz videolar çəkirdik, videolarımız sevilirdi, izlənirdi. Buna baxmayaraq, yəni yaş məhdudiyyətinə baxmayaraq, yəni biz öz işimizdə idi. Amma sadəcə problemlərlə rastlaşandan sonra, yəni vaxt olmadı video çəkməyə, plus həvəs olmadı artıq. Elə bir şeylər yaşadıq ki, video çəkməyə artıq həvəsimiz olmadı, vaxtımız olmadı. Özünüz də bilirsiniz ki, insan işinə ciddi yanaşmayanda həqiqətən həvəsdən düşür. Nəysə, sözüm onda deyil, sözüm ondadır ki, yenidən YouTube'a qayıdıram. Amma qayıdırıq, yox, qayıdıram, tək olaraq qayıdıram. Yanımda Nihad yoxdur. Ola bilər bir neçə videomda inşallah ki, gələcəkdə bir neçə videomda Nihadı yanımda görə bilərsiniz. Videoda görə bilərsiniz bir neçə videomda. Amma bu o demək deyil ki, yəni Nihadla yenidən video çəkəcəyik, yenidən Enin Club kimi kanalımız olacaq. Bu tək olaraq mənim kanalımdır. Əvvəlki izləyicilərimdən, əvvəlki abunəçilərimdən yenidən dəstəklərini gözləyirəm. Əlindən gələnləri və əlindən gələnlərdən artığını gözləyirəm. Çünki o dövrdə həqiqətən deyə bilərsiniz ki, 7.8k abunəçi nədir ki? Düzdür, hal-hazırki dövr üçün çox az bir saydır bu, az bir kütlədir. Amma 2018-də, 2019-da və 12-14 yaşlı uşaqların belə bir video çəkməyi həqiqətən, yəni belə bir yerə gəlib çatmağı həqiqətən bizim üçün böyük bir şey idi. Nəysə, niyə bu kanaldan videolar sildi, niyə bu kanal bağlandı? Bunların səbəbkarı açığım mənəm. O barədə çox danışmaq istəmirəm, amma qısaca belə bir şey deyim ki, Nihadla aramda bir balaca problem oldu, problem yaşadıq aramızda. Ona görə də videoları kanaldan sildim, kanalı isə bağladım. Kanalı yəni, qalıcı olaraq sildim. Belə deyim, Nihadla aramda hal-hazırda heç bir problem yoxdur, yəni də əvvəl kimi yaxınıq. Sadəcə YouTube olaraq yəni bir yerdə deyilik artıq. Dost olaraq yəni bir yerdə, amma YouTube olaraq bir yerdə deyilik. Yəni də deyirəm, bir neçə videomda Nihadı görə bilərsiniz, amma Nihadla bir yerdə kanalı işlədəcəyim anlamına gəlmir bu. Nəysə, çox danışıb başınızı ağrıtmayın. İnşallah ki, çalışacağım daha əyləncəli, daha maraqlı videolar çəkim, atım. Siz tərəfdən də sevilim. Siz də əlinizdən gələn dəstəyi göstərin və əlinizdən gələn artığını. Belə deyim, yəni hal-hazırki məqsədim 10k olmaqdır. Düzdür, biraz çətin məsələ, çünki kanal yenidir, təzədir, 0 abunəçimiz var. Amma tez bir zamanda 10k olmağı planlayıram. İnşallah ki, olarıq. Problemlərlə rastlaşmarıq əvvəlki kimi. Və elə bir yaşdayıq ki, artıq həqiqətən video çəkə bilərəm. Yəni mən bacararam, sözün deyə biləcək bir yaşdayım. İnşallah ki, daha maraqlı videolarla qarşınızda olacağım. Çox danışıb yəni deyirəm, başınızı ağrıtmayın. Videoya like atıb kanala abunə olmağı unutmayın. Sağ olun, sağ-salamat qalın. Hamıya salam millət, mən Nicat, hər birinizi salamlayıram. Bugünkü videoda video nədir? Nəysə, inşallah ki, çalışacağım ki, maraqlı, əyləncəli videolar çəkim.
çalışacağam ki siz tərəfindən sevilim həqiqətən də. İnşallah ki bu ətin niyə axır? Çalışacağım ki. Dilim sürüşdü də. Heç birinci deyim ki, qayıdıram dostlar. Nəysə, niyə tələsdim tezdən? Çox tələsdim. Nəysə. Tanıyanlara isə bir açıqlama vermək istəyirəm. Qaqa yaxşı girmə də qaqa, nə olar? Ona basırıq ya. Hərə. Güldürmə də. Yaxşı, nə üçün Düzdür, fikrinizdən razıyam, amma hal-hazırki dövr üçün bu belədir. O dövr üçün